Təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında hazırki mərhələdə apellyasiya şikayətləri üzrə çıxışların icrası mərhələsidir. Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətləri üzrə fikirlərini əsaslandırmaqla çıxışlarını həyata keçirirlər. Onda qeyd edək ki, onlara heç bir vaxt məhdudiyyəti qoyulmadan kifayət qədər sərbəst imkan yaradılıb, şərait yaradılıb. Eyni zamanda təqsirləndirilən şəxslərə iki dildə tərcüməçi ayrılıb. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri çıxışlarında əsasən Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il hökmünün ləğv olunmasını məhkəmədən xahiş edirlər. Təqsirləndirilən şəxslərin çıxışları davam edir. Onu da qeyd edək ki, bu iş üzrə yarım milyondan çox zərər çəkmiş və zərər çəkmişin hüquqi varisi var ki, onların da hüquqlarını məhkəmədə nümayəndələri iştirak edir və müdafiə edirlər. Bizim bu saata çatdıracaqlarımız bu qədər. Biz xəbərlərin növbəti buraxılışında geniş materialımız olacaq ki, onda tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq.